Xəbər verdiyimiz kimi bir müddət öncə İmişlinin Nurlu kəndində deputat Razi Nurullayevə məxsus olduğu iddia edilən mal bazarının tikintisi mətbuatın gündəminə gəldi və mövcud narazılıqlar nəzərə alınaraq tikinti dayandırıldı. Məsələ bundan ibarətdir ki, həmin mal bazarı kəndlilərin örüş otlaq sahələri zəbt edilməklə aparılırdı. Məlum olduğu kimi örüş sahəsində hər hansı kommersiya və ya digər məqsədlə tikinti işləri görmək ciddi qanun pozuntusu hesab olunur. Ona görə ki, torpağın təyinatının dəyişdirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin razılığı ilə Baş nazir tərəfindən verilən xüsusi sərəncam əsasında həyata keçirilə bilər. Statinfonun məlumatına görə 2 gündükü mal bazarında tikinti işləri təkrar davam etdirilir. Yarımçıq qalan işlər tamamlanır. Bazarın tikintisinin davam etdirilməsinə kim və necə icazə verib? Bu barədə nə mətbuata, nə də İmişli rayon icra hakimiyyətinin saytında bir açıqlama yoxdur. Üstəgəl deputat Razi Nurullayevin yaxın adamı Seymur Xudiyev son günlər TikTok sosial şəbəkəsində canlı yayın açaraq mal bazarının tikintisinin başa çatmaq üzrə olduğunu elan edir. Bura İmişlinin təzə açılan mal bazarıdır. Nurlu kəndinin yanıdır. Bura restorandır. Çardağıdır. Ondan sonra bura mal bazarıdır. O katok duyan yer. Həmin şəxsin həqiqətən də mal bazarında tikinti aparılan ərazidə çəkdiyi videoları eyni adlı səhifəsindən də izləmək mümkündür. Qısa araşdırmamız zamanı bəlli oldu ki, Seymur Xudiyev Xələtli kənd bələdiyyəsinin sabiq sədridir. Seçki dövründə də Razi Nurullayevin təbliğat kampaniyasında fəal iştirakına dair kifayət qədər fotolar var. Seymur Xudiyev videolarda ərazidəki tikintilərin təyinatını izah edir, hansı işlərin aparıldığı barədə məlumatlar verir. Onun sözlərinə görə mal bazarının ətrafında restoranlar, heyvanların saxlanılması üçün yer və s. mövcuddur. Seymur Xudiyevin profilində millət vəkili Razi Nurullayev və deputatın köməkçiləri ilə fotoları var. Xudiyev deputatın bir çox görüşlərində iştirak edir. İmişli səfərlərində də yanındadır. Ora oyun bazardır. Orada da restorandır. Orada da bir restoran var. O kücdə bir restoran var. Evet. İnşallah belə işlər gedir. Deputat bundan öncə mal bazarının da onunla heç bir əlaqəsi olmadığını bildirmişdi. Mətbuatda isə zəbt edilmiş 20 hektardan çox örüş sahəsinin Razi Nurullayevin köməkçisi Vüqar Süleymanovun atası Qulubəli kənd sakini Yavər Süleymanova 12 aprel 2025-ci il tarixdə Muradallı Bələdiyyəsi tərəfindən 2040-cı ilə qədər icarəyə verildiyi ilə bağlı məlumat yayılmışdı.